Hazırda mürəkkəb bir əməliyyatımızı başa çatdırdıq. Növbəti mürəkkəb əməliyyatımız idi. Çünki burada həm laparoskopiya, həm stereoskopiya ikisi bir yerdə icra olundu. Əvvəlcə stereoskopiya vasitəsilə sumukoz miyomalar götürüldü uşaqlıq qoşunun. Ondan sonra isə laparoskopiya vasitəsilə intramural submukoz və intramural miyomalar hansı böyük ölçülü idi, onları götürdük. Biz bu əməliyyatları icra edəndə mütləq surətdə uşaqlıq damarlarını klipsə alırıq ki, qan itirmə çox olmasın. Belə əməliyyat bizə zövq verdi. Əlbəttə nəticəsi ən çox bizi sevindirir. Hər kəsə can sağlığı arzulayır.